ligası, dünyanın en marak ligası, dünyanın en bakım ligası. It's Premier League. Getdi uşaqlar, Big Five. 20. tur qutardı uşaqlar. Açılış oyunu Vitality Stadium'da. Bournemouth evdə Arsenal qəbul edir uşaqlar. Gabriel'in insan səhvi deyək. Bu insan səhvidir, futbolda olan səhvlərdir uşaqlar. Gabriel 10-cu dəqiqədə səhv edir uşaqlar. Evanilson bağışlamır, boş qapıya vurur. 16-cı dəqiqədə uşaqlar. Maduekin möhtəşəm keçisi içəri elədi. Talpa, Martinelli zərbə, Atskok, Gabriel səhvini düzəltdi uşaqlar. 1-1 gol. Sonra 54-cü dəqiqədə Martin Ödegaard arxaya bir dənə ağıllı ötürmə, Declan Rice gəlişində bir qasanı sanki Toni Kroos'un qolları xatırlatdı. Declan Rice olar 2-1. 3-cü qolda Ödegaard bir dənə ara pası, Bukayo Saka arxaya, Declan Rice boş qapıya olar 3-1. Sanki oyun hər şey həll olunmuş kimi idi, amma bura Premier Liqadır olar. Burada heç kim heç vaxt təslim olmur. Krupe olar 76-cı dəqiqədə möhtəşəm zərbəsindən sonra qol olmuş olur 3-2. Hə, dominant qələbədir, əlbəttə deyil. Asan qələbədir, əlbəttə deyil. Şuralar, bura Premier Liqadır, burada asan da oyun yoxdur. Burada asan qələbə yoxdur. Lübboy oyun çətin şuralar. Allahın 20-ci yerdən gedən Wolverhampton'da oyunda daha çətin şuralar. Ona görə də şuralar 3 xalla sevinmək lazımdır. Çempionluq yolunda İngilislər necə deyirlər, step by step gedirik, addım addım gedirik. Hələ o demək deyir ki, Arsenal çempiondur, yenə nəsədir. Hələ qabaqda 17 tur var şolar. Hələ hər şey qabaqdadır, 18 tur var şolar. Arsenal azarkeşlərini təbrik edirəm şolar. Keçirik növbəti oyuna. Arsenal ağır səfərdən 3 xalla qayıtmağı bacardı şolar. Keçən növbəti oyunlara şolar. Leeds, Manchester United şolar. Elland Road'da əzəli rəqiblər. Prinsipial rəqiblər şolar. Düzdür, o vaxtın necə deyim, o vaxtın aurası olmasa da, o vaxtın futbolçuları olmasa da yenə də komandaların adları Leeds və Manchester United şolar, nə qədər olmasa da derbidir. Şolar, Aronson 62-ci dəqiqədə sanki Usain Bolt girmişdi içinə. Haven şolar, Haven necə ağır bir futbol, düz ağıllıdır, zaman çox ağırdır şolar. Aronson gəldi, o Usain Bolt kimi sprintdə 30 metrdən gəldi, keçdi arxadan. 62-ci dəqiqədə Aronson şolar. 65'te Cunha, Sraz United bərabərlik golunu vurdu. Amma şolar, burada oyundan çox danışmaya ehtiyac yoxdur. Burada əsas məşqçidən danışaq şolar. Baş məşqçi Ruben Amorim dünənki açıqlamalarından sonra bugün Abeddə istifaya göndərildi şolar. Ruben Amorimi qovdular Manchester United'dan. Rəhbərliyində səbir kasası doldu, belə deyim. Vaxt verdilər, şans verdilər. Düzdür, 2-3 il vaxt vermədilər. 1 ilə yaxın vaxt verdilər, amma üçlükdən əl çəkmədi. Wolves'dan evdə heçicə, bu heçicə. Problem yoxdur, üçlük oynaya bilərsən. Sənin taktikonda hər şey yaxşıdır. Prosta baxımlı futbol yoxdur. Ümid yoxdur, işıq yoxdur. Baxırsan qıraqdan gələn gedən sənə qol vurur. Sən də qol vura bilsən, amma ortada bir stil yoxdur. Sənin bir sisteman yoxdur. Üçlük işə yaramadı şolar. Bəlkə də futbol səviyyəsidir, bəlkə də Premier Ligaya yaramadı. Amma örnəkləri var. Antonio Conte üçlü ilə çempion olub Premier Ligada, Chelsea'dən. Amma Amorim elə bilmədi. Şolar, məşqçisi elədi ki, bugün var, sabah yoxdur. Bu da normal halda. United'da yeni məşqçisi xeyirli olsun. Son xəbərlər odur ki, Darren Fletcher şolar, yaya kimi United'da baş məşqçisi olacaq. Ondan sonra qərar veriləcək şolar. Yazılana görə belə. Darren Fletcher şolar baş məşqçisi roluna keçdi şolar. Keçək növbəti oyuna. Keçən növbəti oyuna deməli Fulham Liverpool şolar, burada çox drama baş verdi şolar. Wilson 17-ci dəqiqədə hesabı açır. 57-ci dəqiqədə Flo Wirtz şolar 1-1 Bradley möhtəşəm keçisindən sonra elə bir turbulentdən keçir, 3-4 nəfərin içindən bir dənə verir. Qəşəng ara pası, Wirtz soluna atır şolar 1-1. Sonra nə baş verirsə şolar, axırda baş verir. Sağdan bir dənə Prastrel, Gakpo boş qapıya vurur. 2-1 90+4'də sanki elə bilsən ki, Liverpool köhnə Liverpool'a qayıtdı 90+'larda oyun aparan. Amma bura Premier Ligada şolar 90+ ritdə Harrison Reed şolar 90+7'də şolar Harrison Reed şolar fantastik zərbə ilə düz 9'a top sanki Juninho Pernambucana vurdu şolar.
Məncə bu ayın qolu yox, ilin də qolu seçilə bilər ki olar. Baxmayanlardan xahiş edirəm o qola baxın. 2-2 stadion partdir, Craven Cottage partdir ki olar. 2-2 Liverpool'da xal itirir. Amma bildiyimiz kimi zədəli futbolçular çoxdadır. İsak yox idi, zədəldir. Salah Afrikadadır. Ekitiki ki olar zədələnmişdi. Arxa zələsindən oyunu buraxırdı. Liverpool xal itirdi şolar. 1-1 keçən növbəti oyunu axırıncı oyun dünən oldu. Manchester City evdə Chelsea-ni qəbul edirdi şolar. Arsenal udmuşdu. City'yə nə olsa da qələbə lazım idi ki 4 xallı fərqi qorusun. Arsenal çox qabağa buraxmasın şolar. Amma oyun elə olmadı. Birinci time absolutno dominant futbol City'dən. Chelsea heç nə eləyə bilmirdi. Reiner şolar 42-ci dəqiqədə çəkdi Badaşilin səhvindən sonra. Ortada 2 dəfə səhv elədi. Çəkdi, vurdu, Blijindən qapısının da səhv vardı. Möhtəşəm qol, qəşəng qol, Reiner qəşəng vurdu şolar. Yenə də baxın şolar, Premier Liqada bir dənə moment lazımdır qol vurmaq üçün. Sən nə qədər zəif oynayırsan oyna, bir dənə moment qol ola bilər şolar. Ona görə ikincini mütləq vurmalısan. City də vura bilmədi, oyunu öldürə bilmədi. Halbuki bomba momentləri vardı, şanslar vardı daha doğrusu. Phil Foden boş qapıya, Çerkiyə vermədi, Haaland da verdi, səhv və qərar verdi. Nəysə şolar, 90+4'də Malagusto sağdan içəri eləyir. Top Fernandes'e gəlir, vurur, Donnarumma çıxardır boş qapıya, bir dənə də vurur. Şolar 1-1. Chelsea səfərdən bir xal qazanır şolar. Arsenal xeyrinə işləyir bu. City növbəti xal itkisi Sunderland'dan da itirmişdi. Burada da itirdi şolar. Çempionluq yolunda əlbəttə davam eləyəcəklər. Əlbəttə hələ təslim olmayacaqlar. Çox tur var şolar. Ona görə də hələ heç nə bəlli deyil. Amma belə deyil. Bu City üçün böyük bir zərbədir şolar. Böyük bir zərbədir. Şolar sonda turnir cədvəlini bir dənə də deyim, ondan da 20-ci turu yekunlaşdıracaq şolar. Arsenal 48 xal birinci yerdə, City ikinci yer 42 xal, Aston Villa 42 xal üçüncü yer, Liverpool şolar 34 xal dördüncü yer, Chelsea 31 xal 5-ci yer, Manchester United 31 xal 6-cı yer şolar. 20-ci turdan sonra vəziyyət belədir. Hələlik öpürəm, özünüzdən müğayət olun, görüşərik.